sevdiyim podkast kanallarından söhbətgahdır ki, yaranan əzəl gündən bu yana izləyirəm. Məsələn, onların qonaq anlayışı mənim xoşuma gəlir. Adamlar qonaq çağırırlar. Məsəl üçün tutaq ki, həkim, nə bilim, psixoloq, o qədər maraqlı, yəni qonaqları var ki, adam baxmaq istəyir. Sonra bir bu ciddi şeydir. Sonra Altı Qara Pişik var, Antaklos podkast kanalıdır onlar da. Ləzzət eləyir. Adamlar çağırdığı qonaqlarda bilirsən nəsə şablon qonaqlar deyil. Qeyri-adi qonaqlardır və podkastı maraqlı eləyir. Başa düşdü? Yəni bunu bu bacarıblar. Soram sənə kimi misal çəkim Azərbaycandan? Content TV, Çənə podkastı. Ancaq rap və raplə əlaqəli olan adamlar. Hə, bax orada tutaq ki, yenə misal çəkəcəm Murad Arif. Murad Arif gəlib hansısa bir X bir podkastda danışıb. Soram Çənəyə gəlib danışıb.